Azərbaycanda prezident seçkiləri sürətlə yaxınlaşır. Siz seçki qabağı mühiti necə dəyərləndirərdiniz? Sizcə seçkilərin azad və ədalətli olmaq şansı varmı? Azerbaijan doesn't have a tradition of free and fair elections. If you read the monitors. Əgər müşahidəçilərin hesabatlarına istinad etsək, onda deyə bilərik ki, Azərbaycanda azad və ədalətli seçki ənənəsi yoxdur. Hamı qalibin hazırki prezident İlham Əliyev olacağını gözləyir. Bir neçə həftə bundan öncəyədək Rüstəm İbrahimbəyovun mümkün namizədliyi seçki prosesini maraqlı etmişdi. Amma indi belə görünür ki, onun Rusiya vətəndaşlığı ilə bağlı problemi həll olunmayıb. O güclü müxalifət namizədi ola bilərdi. Hesab edirəm ki, regiondakı bir sıra ölkələrdə əsas məsələ ictimai narazılıqdır. Oyun meydançası ədalətli deyil. Hakimiyyətdəkilər adətən udurlar. Müxalifət özünə kanal, səs tapmalıdır. Bu, Gürcüstanda baş verdi. Biz oxşar təlatümləri Rusiya və Türkiyədə də görürük. Etiraz dalğası qalxır və yatır. Zənnimcə Azərbaycan hökuməti ictimai narazılıqla üz-üzə qalmaqda davam edəcək. Amma bu seçkilərdən yalnız bir nəticə gözləmək olar. İlham Əliyevin qələbəsi. Dağlıq Qarabağ sülh danışıqlarında sakitlik hökm sürür. ABŞ bu yaxınlarda səfir James Warlick-i ATƏT Minsk qrupunun Amerikalı həmsədri təyin edib. Bu danışıqların statusu haqqında nə deyərdiniz? Well, I think the peace talks are very stuck, and everyone in the Minsk group is scratching their heads. Minsk qrupunda hamı nə edəcəyini düşünür. Praqa prosesi, Madrid prinsipləri hələ də masa üzərindədir. Lakin Kazan görüşündən bəri son 2 il ərzində qətiyyən progres yoxdur. Yeni elçi özü ilə yeni enerji gətirir. Amma eyni problemlər qalır. Xüsusilə Azərbaycan tərəfi sonluğa tələsmir. Azərbaycan inanır ki, o güclənir, Ermənistan isə zəifləyir. Hərçənd ki, mən bununla tam razılaşmazdım. Hazırda hansısa sülh planına razılıq vermək prezident üçün baş ağrısı yaradardı. Ona görə də status quo hər kəsi qane edir. Amma hər iki tərəfdə güclü aqressiya hissləri var. Mən bu yaxınlarda Ermənistanda idim və bunu müşahidə etdim. Həm Azərbaycanda, həm də Ermənistanda. Bu isə çox təhlükəlidir. Çünki nə vaxtsa sözlər əmələ çevrilə bilər və bəyanatlar hərbi münaqişəyə gətirib çıxara bilər. Lead to deeds and that some kind of aggressive words will lead to some kind of military action. The Azerbaijan government recently Azərbaycan hökuməti bu yaxınlarda 335 xarici vətəndaşın Dağlıq Qarabağa səfər etdiklərinə görə Azərbaycana gəlişinə qadağa qoyub. Sizin adınız bu siyahıda yer almır. Bunu necə şərh edərdiniz? What would you say about that? Well, I mean, in general, I'm against blacklists and particularly against scholars and writers. I think scholars and writers. Ümumiyyətlə mən qara siyahıların əleyhinəyəm. Ələl xüsusda alimlərə və yazıçılara qarşı. Onlar sərbəst səyahət edə bilməli və suallar qaldıra bilməlidirlər. Qarabağ kimi yerə alimlərin getməsi və buraya məlumatlar gətirməsi həm dünyaya, həm də Azərbaycana orada nə baş verdiyini anladır. Odur ki, mən bu qara siyahını dəstəkləmirəm. Mən özüm Qarabağda bir neçə dəfə olmuşam. Oraya getməmiş, bu region haqda kitab yazmaq mümkün deyil. Hər dəfə mən Qarabağa getməzdən öncə Azərbaycan hökumətini bu barədə məlumatlandırıram. Zənnimcə bu, Bakıdakı rəsmlərə nəzakətli jestdir. Həmin o siyahıya düşən adamların taktiki səhvi olub ki, onlar mənim etdiyimi etməyiblər. For me in the past, and maybe many of the people on this list, I think made a tactical mistake in that they didn't do what I did. Due to the increased violence in Egypt and Syria and generally Misirdə və Suriyada bütövlükdə ərəb dünyasında baş verən təlatümlər belə bir təsəvvür yaradıb ki, Qafqaz kimi regionlar ABŞ siyasətçilərinin nəzərindən qaçır. Bu səciyyələndirmə ilə razılaşardınızmı? Not really. I mean, I think you go to these capitals in the Caucasus, Tbilisi. Xeyr, elə də yox. Mən Qafqaz paytaxtlarına, Tbilisiyə, Bakıya və Yerevana gedirəm. Orada ABŞ-ın mövcudluğu güclüdür. Böyük səfirliklər var, yüzlərlə adam fəaliyyət göstərir. Əsas iş burada görülür. Əgər Qafqaz prezident Obamanın masasına çıxırsa, adətən bu pis səbəblər üzündən olur. Deyək ki, Gürcüstanla Rusiya arasında, yaxud Azərbaycanla Ermənistan arasında problemlər. Əgər Qafqaz prezidentin gündəminə çıxırsa, bu yaxşı xəbər deyil. Hesab etmirəm ki, ABŞ regiona diqqət yetirmir. Kifayət qədər adam var ki, regiona diqqət yetirir və əgər böhran baş versə, çox sayda adam öz tövsiyələrini verəcək. If there's a crisis, there are plenty of people, who will give some good advice.
You recently visited Armenia and you came back from that country. I'm sure. Siz bu yaxınlarda Ermənistanda olmusunuz. Azərbaycan auditoriyası üçün maraqlı ola biləcək hansı təəssüratları paylaşmaq istədiniz? Well, I think a few impressions. I think there's a big gap, and I think this is. Əvvəla onu deyim ki, Gürcüstanda və Azərbaycanda olduğu kimi Ermənistanda da paytaxtla əyalətlər arasında böyük uçurum mövcuddur. Yerevan yaşamaq üçün çox səfalı yerdir. Burada nəqliyyat, infrastruktur, restoranlar, iş var. Amma Yerevandan kənarda hər şey pisdir. Başqa təəssüratım odur ki, Ermənistan siyasi baxımdan Ukraynanın kiçik variantıdır. Həm Avropa İttifaqı, həm də Rusiya Ermənistana asosiasiya sazişi, yaxud gömrük ittifaqına girmək üçün təzyiq göstərir. Ermənistan seçim etmək istəmir, çünki bilir ki, təhlükəsizlik müttəfiqi Rusiyadır, amma iqtisadi gələcəyi Avropa ilə bağlıdır. Moskva və Brüssel isə Ermənistanı seçim etməyə sıxır. Həmçinin ermənilər arasında Rusiya ilə bağlı böyük narazılıq var. Rusiyanın Azərbaycanla silah sazişi, Putinin Azərbaycana səfəri ermənilərdə belə bir his oyadıb ki, Ruslar Ermənistanla oyun oynayır. Russia is playing games with them in Armenia, which obviously they don't like. Siz gələcəkdə Azərbaycana səfər etməyi planlaşdırırsınızmı? Yeah, I do plan to go to Azerbaijan later this year. I decided to wait till after the elections when. Bəli, Azərbaycana getmək istəyirəm. Qərarı almışam ki, seçkilərdən sonraya dək gözlüyüm. Qarabağ kitabımın yeni variantı çapdan çıxıb və istəyirəm ki, Bakıda bununla bağlı tədbir keçirim. Ha belə seçkilərdən sonra Bakıda siyasi temperaturu ölçmək və Qarabağ danışıqlarında yeni ideyaların meydana çıxıb çıxmadığını yoxlamaq yaxşı olardı. If there are any new ideas on this very old conflict. Okay, thank you, Mr. Dewal. Thanks very much.